Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə ardıcıllıq mövzusunun izahına baxacağıq. Ümumiyyətlə ardıcıllıq nədir və ardıcıllığı necə həll edəcəksiniz? Ardıcıllıq sizə belə bir sıralar verir və bildirir ki, qanun uyğunluğu müəyyən edərək sual işarəsinin əvəzinə uyğun olan variantı seçin. Ümumilikdə ardıcıllığın 5-ə yaxın növü mövcuddur və biz bugün bütün növləri ilə tanış olacağıq. Baxırsınız birinci suala. Birinci sualda nə deyir sizə? Üstünə mütləq artımları yazırsınız. 3 artır, 5 artır, 7 artır, 9 artır, 11 artır. İndi neçə artacaq? 13. Yuxarı 2 artır. 47 ilə 13-ü cəmləyirsən, eləyir nə qədər? 60. Daha sonra baxırsan ikinci suala. 2 artır, 4 artır, 6 artır, 8 artır, 10 artır, 12 artır. 31 ilə 12-ni cəmləyəndə eləyəcək 43. Baxırsan üçüncü suala. 11-dən 12-yə 1 artır, 12-dən 22-yə 10 artır, 22-dən 32-yə yenə də 10 artır. Bunların arasında bir stabil bir ardıcıllıq artımı yoxdur. Bunlar anormal ardıcıllıqlar adlanır. Anormal ardıcıllıqlarda çalışacaqsınız rəqəmlərin öz aralarındakı əlaqəyə baxasınız. Bax, rəqəmin cəmi 2, rəqəmin cəmi 3, rəqəmin cəmi 4, rəqəmin cəmi 5, rəqəmin cəmi 6, rəqəmin cəmi 7. İndi rəqəmin cəmi neçə olmalıdır? 8. Rəqəmin cəmi 8 olan variant hansı variantdır? Y variantı. Baxırsınız dördüncü suala. Nələrdir bunlar? Kvadratlar. 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı. 6-nın kvadratı nəyə bərabərdir? 36-ya. Baxırsınız 5-ci suala. Neyinir? 6 artdı, 6 artdı, 6 artdı, 6 artdı, 6 artacaq. 26 ilə 6-nın cəmi olacaq 32. Baxırsan 6-cı suala. 1, 2, 5 yazıb. Neyinir? 2-yə vurub üstünə 3 gəlir. 2-yə vurub 3 gəlir üstünə. 2-yə vurur 26. Üstünə 3 gələcək 29. Olacaq C variantı. Baxırsan 7-ci suala. Bunlar nələrdir? Kublar. 1-in kubu, 2-nin kubu, 3-ün kubu, 4-ün kubu, 5-in kubu. 5-in kubu nəyə bərabərdir? 125. Baxırsan 8-ci suala. Neyinir burada? 3 artır, 1 çıxır. 3 artır, 1 çıxır. 3 artıb 1 çıxacaq. 11-dən 1 çıxırsan eləyir 10. Baxırıq növbəti suallara. Baxırsınız 9-cu suala. Asan tipli sualı sadəcə görmək lazımdır. 4-ün kvadratı 16, tərs çevirdi 61. 5-in kvadratı 25, tərs çevirdi 52. 6-nın kvadratı 36, tərs çevirib 63. 7-nin kvadratı 49, tərs çevirəcək 94. A variantı. Baxırsınız 16-cı suala. 96-dan 82-yə neyiniyib? 14 çıxıb. 82-dən 68-ə neyiniyib? 14 çıxıb. Burada da 14 çıxacaq. Burada da 14 çıxacaq. 54-dən 14 çıxanda neçə elədi? 40 elədi. Baxırsınız 11-ci suala. Yadınızda qalsın. Məntiqdə 3 rəqəmli ədəd ardıcıllıqda görsəz, ən birinci cəmləyin, sonra vurun, yaxud da aralarındakı fərqə baxın. Baxın, bunların hasili 36-ya bərabərdir. Hasil nədir? Ədədləri bir-birinə vurmaqdır. Hasil 36-dır. Hasil 36-dır. Hasil 36-dır. Hasil 36 olacaq. 36 hasil olan cavab hansı variantdadır? B variantında. 3-ü 4-ə vurursan 12, 3-ə vurursan 36. Baxırsınız 12-ci suala. Neyinir burada? 4 artıb 2-yə vurub 3 çıxır. 4 artıb 2-yə vurub 3 çıxır. 26-dan 3 çıxacaq, eləyəcək 23. Baxırsınız 13-cü suala. Neyinir burada? 3-ə bölüb 2-yə vurur. 3-ə bölür, 2-yə vurub 3-ə böləcək. 36-nı 3-ə bölürsən, eləyir 12. Baxırsınız növbəti suala. 4 artıb 1 çıxıb, 5 artıb, 2 çıxıb. İndi neçə artacaq? 6. 18 ilə 6-nı cəmləyirsən, eləyir 24. Baxırsınız növbəti suala. 2-ni 18-ə vurur 36, 4-ü 7-yə vurur 28, 9-u 4-ə vurur, eləyir 36. Baxırsınız növbəti suala. Yadınızda qalsın. Əgər sual işarəsi qabaqda, yaxud ilk əvvəlki
hədlərdə olarsa, məsləhət görürəm ki, arxadan gələsiniz. 4 artır, 2 artır, 4 artır, 2 artır. Demək, neçə artmalıydı 4? Neçənin üstə 4 gələndə 17 eləyir? 13-ün olacaq A variantı. 3 rəqəmli ədədlərdə nə edirdik? Ya cəmə baxırdıq, ya hasilə baxırdıq, ya da aralarındakı fərqə. Rəqəmin cəmi nəyə bərabərdir? 13-ə. Rəqəmin cəmi 13. Rəqəmin cəmi 13. Rəqəmin cəmi 13. Rəqəmin cəmi 13. Rəqəmin cəmi 13 olan variant hansı variantdır? A variantı. Növbəti suala baxırıq. Yadınızda qalsın. Ardıcıllıq böyük ardıcıllıqdırsa, böyük dediyim nədir? Görürsünüz, baş barmaqla işarət barmağınızı qoysanız elə o boyda olacaq. Və ardıcıllıqda 2 dənə rəqəm yanaşı yazılarsa, sən bir rəqəmi bir ardıcıllıqda saxlayırsan, digərini isə digər ardıcıllıqda 2 yerə bölürsən. Böldün, 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 böldün. 8 artır, 6 artır, 4 artır. 23 ilə 4-ün cəmi eləyəcək 27. Burada neçə artıb? 2 artıb. İstəsən aşağında yaza bilərsən. Amma sənə cavabı tapırsansa gərək yoxdur aşağını yazıb vaxtını aparmağa. 3 artır, 3 artır, 3 artır, 3 artır. Keçirik növbəti suallara. Baxırsınız 19-cu suala. 19-cu sualda nə edir? Nə edir? 10-a bölüb, 9-a bölüb, 8-ə bölüb, 7-yə bölüb. İndi neçəyə böləcək? 6-ya. 7-də 1-i 6-ya bölmək, 7-də 1-i 6-da 1-ə vurmaq deməkdir. Bu da eləyəcək neçə? 42-də 1. Bu da eləyəcək D variantı. Baxırsınız növbəti suala. Nə edir burada? 2-yə vurub, 1 çıxır. 2-yə vurub, 2 çıxdı. 2-yə vurdu, 3 çıxdı. İndi nə eləyəcək? 2-yə vuracaq. 101 2-yə vuranda eləyəcək 202. Baxırsınız növbəti suala. 3-ə vurub, 3 gəlir üstünə. Ayırıb, 3-ə vurub, 3 gələcək üstünə. Bu da eləyəcək 24. Bax, burada da 3-ə vurub, 3 gəlir üstünə. Baxırıq növbəti suala. 4-ü 2-yə bölür, 2, 9-u 3-ə bölür, 3, 16-nı 4-ə bölür, 4, 25-i 5-ə bölür, 5. İndi nə olmalıdır? Nisbət olmalıdır. 6. Bunu bir-birinə böləndə hansının nisbəti 6 eləyir? Y variantı. İlk baxışdan tələbələr bunu kvadrat olaraq görürlər. Amma görürlər ki, sonra cavablarda kvadrat yoxdur. Baxırsınız 23-cü suala. Nədir burada? 16 4-ün kvadratıdır, 25 5-in kvadratıdır, 7-nin kvadratıdır, 10-un kvadratıdır. Bundan da əlavə nə edir? Kvadrat çıxardıb üstünə 1 gəlib. Kvadrat çıxardıb üstünə 1 gəlibsə, yəni məsələn A variantı çıxır. A variantı 16-nın kvadratı üstə 1 gələndə gərək 17 yazardı. D variantda çıxır, birbaşa kvadrat yazıb. B olar, Y olar, C-də olmaz. Ya B'dir, ya Y'dir. Necə tapacaqsan bunu? Baxırsan burada rəqəmlərə 4, 5, 7, 10. Nə qədər artdı? 1, 2, 3. İndi neçə artmalıdır? 4. 10 üstə 4 gələndə neçə elədi? 14. Yəni 196, 15 olmalıdır. Olacaq Y variantı. Baxırıq 24-cü suala. 2 rəqəm yanaşıdır və böyük ardıcıllıqdır. Nə edirəm? Hər rəqəmi bir ardıcıllıqda saxlayıb 2 dənə ardıcıllığa böləcəm. 8-ə bölür, 4-ə bölür, 2-yə bölür, 1-ə bölür. Aşağıda 8 çıxır, 4 çıxır, 2 çıxacaq. 20-dən 2 çıxır, eləyir 18. Baxırsınız 25-ci suala. Nə edir burada? 3-ə vurub, 2-yə bölür, ayırır. 3-ə vurub, 2-yə bölüb ayırır. 3-ə vurub 2-yə böləcək ayırır. 3-ə vurur eləyir 96. 2-yə bölür 48. D variantı. Baxırsınız 26-cı suala. Nə edir burada? Bax 2 artdı, 4 artdı. Burada 12 artıb, burada da 10 artıb. Demək burada neçə artmalıdır? 6 sıra ilə gedir. Burada olsaydı 13, bunun da üstü 8 gəlib. Bax yuxarı 2, 4, 6, 8, 10, 12. Bu da olacaq nə qədər? 13. B variantı. 27-ci sual Fibonacci rəqəmlərdir. Birini digərinin üstünə gəlmək. 1 ilə 3-ü cəmlədi 4. 3 ilə 4-ü cəmlədi 7. 4 ilə 7-ni cəmlədi 11. 7 ilə 11-i cəmlədi 18. 11 ilə 18-i cəmlədi 29. İndi 29 ilə 47-ni cəmləyəcək, eləyəcək 76. B variantı. Baxırsınız 28-ci suala. 2-yə vurub 3 çıxır. 2-yə vurub 3 çıxacaq, olacaq 7. Bax, 2-yə vurub 3 çıxır. Belə-belə davam eləyir. Olacaq B variantı.
Baxırıq növbəti suala. Baxırsan 29-cu suala. Nə edir burada? 1 gəlib 2-yə vurur. Görək burada nə edir? Burada da 1 gəlib 2-yə vurub 1 gəlib. Demək kombinasiya nəyə bərabərdir? Plus 1 vur 2. Burada da olacaq plus 1. Olacaq 11. Baxırsınız 30-cu suala. Nə edir burada? 2-yə vurub 4 gəlir üstünə. 2-yə vurub 5 gəlir üstünə. 2-yə vuracaq. Burada olacaq 50. Baxırsınız 31-ci suala. Yadınızdadırsa, bayaq dedim ki, əgər böyük ardıcıllıqdırsa, 2 dənə rəqəmdirsə ayıracaqsan. Balaca ardıcıllıqdırsa, xeyr. 1-i 3-ə vurursan 3, 3-ü 3-ə vurursan 9, 3-ü 9-a vurursan 27, 9-u 27-yə vuracaqsan, eləcək 243. Baxırsınız 32-ci suala. Burada rəqəmləri bir-biri ilə cəmləyib, üstünə bir də 1 gəlib. 1 ilə 3-ü cəmləyib 4, üstünə 1 gəlib 5. 3 ilə 5-i cəmləyib 8, üstə 1 gəlib 9. 9 ilə 5-i cəmlədi 14, üstə 1 gəldi 15. 15 ilə 9-u cəmləyib üstünə 1 gələcək. Bu da eləyəcək 25. C variantı. Baxırsınız növbəti suallara. 2 gəlib 2-yə vurur. 3 gəlir 2-yə vurur. İndi neçə gələcək? 4. Birinci rəqəm olmalıdır 18. C çıxar, A çıxar, D çıxar. 5 gəlib 2-yə vurur. İndi neçə gələcək? 6. Olacaq 88. Baxırsan 34-cü suala. 24-dən 29-a artıb, sonra da 29-dan 48-ə. Mən bu anormal rəqəmlər gedir də. Mən bunları 2 hissəyə bölərəm. Baxıram ki, yuxarı vur 2 gedir. Demək 96-nı 2-yə vuracaqsan, eləyəcək 192. Aşağı da vur 2 gedir. Baxırıq növbəti suala. Neyinir? 2 çıxır, 2-yə vurub, 2 gəlir üstünə. 2 çıxır, 2-yə vurub, üstünə 2 gələcək. 16 ilə də 2-nin cəmi eləyir 18. Baxırsınız 36-cı suala. Görün, sual işarəsi qabaqdadır. O deməkdir ki, bunların arasında ardıcıllığı mən arxadan tapsam daha məqsədə uyğundur. Vur 4 var. Burada da vur 4-dür. Burada da vur 4-dür. Demək, neçəni 4-ə vuranda 32 eləyir? 8. Olacaq Y variantı. Baxırsan 37-ci suala. Sual işarəsi qabaqdadır. Plus 2 dənə də eyni rəqəm var. Bax, böləcəksən bu cür. Düzdürmü? Aşağıda vur 4, vur 4, vur 4. 48-i də 4-ə vuranda olacaq 192. Baxırsınız 38-ci suala. Demişdik ki, 3 rəqəmli ədədlər olanda ya cəmdir, ya hasildir, ya da aralarındakı fərqdir. Hasil deyil, çünki burada 0 var. Cəm də deyil, çünki bunun cəmi böyükdür. Bunlar balacadır. Demək ki, fərqdir. Minus 33, minus 33, minus 33, minus 33, minus 33. 239-dan da 33 çıxanda eləyəcək 206. Baxırıq növbəti suala. Baxırsınız 39 nömrəli suala. Neyinir burada? Baxıram, burada böl 2 əməli gəlir. Burada görürəm ki, hamısı da böl 2 gəlir. Düzdürmü? Və burada da böl 2 olacaq. 9. Böl 2 plus 2 ayırdı. Böl 2 plus 2 ayırdı. Böl 2 plus 2 belə olacaq. Olacaq düzgün cavab 9. Daha sonra baxırıq 40-a. Neyinir burada? 1-dən 5-ə qədər neyniyib? 4-ə vurub 1 gəlir üstünə. 3-ə vurub 1 gəlir üstünə. 2-yə vurub 1 gəlir. 1-ə vurub 1 gəlir. İndi 0-a vurub 1 gələcək üstünə. Adətən böyük rəqəmlər verəndə cavabda 1 ya 0 olursa çox vaxt cavab onlar olurlar. Baxırsınız 41-ci suala. Neyinir burada? Baxıram ki, 2 rəqəmli ədədlərdir. Ağlıma birinci cəmləmək gəlir. 5, 7, 9, 11, 13, 15. İndi rəqəmin cəmi neçə olacaq? 17. Rəqəmin cəmi 17 olan variant olacaq D variantı. Daha sonra baxıram 42-ci suala. Neyinir burada? 2 gəlib 2-yə vurur. 3 gəlib 3-ə vurur. İndi neçə gələcək? 4. Olmalıdır 49. Baxırsınız 43-cü suala. Yenə də burada 3 rəqəmli ədədlərdir. Nələr gəlir ağlınıza? Rəqəmin cəmi, rəqəmin hasili, aralarındakı bir də fərq. Rəqəmin cəmi 12, cəmi 12, cəm 12, cəm 12, cəm 12, cəm 12. 12 olan variantı götürəcəksən. Cəm o da olacaq A variantı. Baxırıq 44-cü suala. 5-dən 13-ü artıb 13-dən 10-a, 10-dan 26-ya. Anormal rəqəmlərdir. Bir dənə buraxıb ayırırsan.
plus 5, plus 5, plus 5, plus 5. Aşağı necə gedir? Vur 2, vur 2, vur 2. 52'ni də vurursan 2, eləyəcək 104. Baxırıq 45-ci suala. Sual işarəsi qabaqdadır. Neynirəm? Arxadan gəlməyə çalışıram. Baxıram, burada vur 2 var. Burada da vur 2 var. Burada da vur 2 var. Elə burada da olacaq nə? Vur 2. Olacaq 6. Vur 2 plus 2 ayırdı. Vur 2 plus 3 ayırdı. Vur 2 plus 4 burada da ayıracaq. Cavab olacaq 6. Baxırıq 46-cı suala. Nələrdir bunlar? Baxıram ki, 2 rəqəmli ədədlərdir. Birinci cəm ağlıma gəlir. 9, 8, 7, 6, 5, 4, 3. Rəqəmin cəmi neçə olacaq? 2. Rəqəmin cəmi 2 olan variant hansı variantdır? C variantı. Baxırsınız növbəti suala. Bax, 8-dən 1 çıxır 7 kvadratı 49. 7-dən 1 çıxır 6 kvadratı 36. 5-dən 1 çıxır 4 kvadratı 16. 3-dən 1 çıxır 2 kvadratı da olacaq 4. Y variantı. Baxırsınız 48-ci suala. 4 artır, 8 artır. Burada neçə artdı? 64. Çox güman ki, üstünü 2-yə vurur. Bura plus gələcək. 16, burada olacaq 30. 30'dan 62'ye nə qədər artır? 32. Bax, vur 2, bunun arasında vur 2, vur 2, vur 2, vur 2. Düzgün cavab olacaq 30. C variantı. Baxırıq növbəti suala. Baxırsınız burada 49-cu suala. Görürəm ki, burada vur 3 var. Vur 3. Burada da vur 3 var. Burada da vur 3 var. Vur 3 minus 2. Vur 3 minus 2. Vur 3 minus 2 olacaq 94. Hətta burada bir dənə də əməl var. Plus 1. Elə bil vur 3 minus 2 plus 1. Vur 3 minus 2 plus 1. Aydındır mı? Baxırıq 50-ci suala. Ədədlər gah artır, gah azalır. 2 hissəyə bölürəm. Necə gedir yuxarı? Minus 5, minus 5, minus 5, minus 5. Aşağı necə gedir? Plus 5, plus 5, plus 5. 39 ilə 5-in cəmi eləyəcək 44. Baxırıq 51-ci suala. Nə edir burada? 19-dan 1 çıxır. 18, 2-yə vurur 36. 70-dən 1 çıxacaq. 69, 2-yə vuracaq. Bu da eləyəcək 138. B variantı. Baxırıq 52-ci suala. Nə edir burada? 2 dənə 26 var. 2 hissəyə bölürsən. Yuxarı necə gedir? Plus 8, plus 8. Demək burada neçə olacaq? Plus 8. 34 ilə 8-in cəmi neçə oldu? 42. Bu da olacaq C variantı. Aşağı isə plus 4, plus 4, plus 4. Baxırıq 53-cü suala. Nə edir burada? Demək 3 gələ bilər üstünə. Aha. Belə eləyə bilərik. Vur 4 plus 1. Vur 3 plus 2. Elə bil vurulanlar azalır, toplananlar çoxalır. Vurur 2-yə plus neçə gələcək? 3 gələcək. Bu da eləyəcək 37. Baxırıq 54-cü suala. Burada 2 dənə 27 var. Mütləq bunların birini bir ardıcılıqda saxlayıram, digərini isə digər ardıcılıqda. Plus 8, plus 8, plus 8 və salam. Baxırıq 55-ci suala. Nə edir burada? 0-a vurub 1 gəlir. 1-ə vurub 2 gəlir. 2-yə vurub 3 gəlir. 3-ə vurub 4 gələcək. İndi neçəyə vuracaq? 4-ə vuracaq. 31 də 4-ə vuranda eləyəcək 124. Baxırıq 56-cı suala. Nə edir burada? Demək 1 gəlib 2-yə vurub 3 çıxır. 1 gəlib 2-yə vurub 3 çıxacaq. 1 gəlir 2-yə vurur 3 çıxacaq. 20-dən də 3 çıxanda eləyir 17. Baxırıq 57-ci suala. 2 dənə 12 var. Hissələrə bölürəm bunları. Aşağıda. Aşağı ancaq plus 3 gedib, plus 3 gedib, plus 3 gedir. Yuxarı nə edir burada? 2-yə vurub 1 gəlir. 2-yə vurub 2 gəlir. 2-yə vurub 3 gəlir. 2-yə vurub 4 gələcək. 27-ni 2-yə vuranda eləyir 54, üstünə 4 gəlir, eləyir 58. Yəni ardıcılıqda əsas odur ki, yuxarıdakı yazasan artıma, azalmanı və ondan sonra biləcəksən. Burada nə edir? 13-dən 15-ə 4 artıb, 15-dən 19-a 4 artdı,
burada 2 artdı. 2 artdı, 4 artdı, 8 artdı, 16 artdı. Necə gedir yuxarı? Vur 2, vur 2, vur 2. 16-nı 2-yə vurursan 32, 43-ün də üstünə 32 gələndə eləyir 75. C variantı. Keçirik növbəti suallara baxırıq. Baxaq burada 59-cu suala. Demək, nə edir burada? Baxıram ki, bunu 2 dənə 3 var. Mən bunu 2 hissəyə ayıra bilərəm. Ayırdım, 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 ayırdım. Aşağı necə gedir? Vur 2, vur 2, vur 2, vur 2. Yuxarı 1 artıb, 3 artıb, indi neçə artacaq? 5 artacaq. 7 ilə 5-in cəmi eləyəcək 12. Baxırıq 60-cı suala. Nə edir burada? 2-yə vurub 3 gəlir. 2-yə vurub 4 gəlir. 2-yə vurub 5 gəlir. 2-yə vurub 6 gəlir. 2-yə vurub üstünə 7 gələcək. Bu da eləyəcək 183. 61-ci suala baxırsan, 4 ilə 2-ni cəmləyir 6, 2 ilə 6-nı cəmləyir 8, 6 ilə 8-i cəmləyir 14, 8 ilə 14-ü cəmləyir eləyəcək 22. C variantı. Baxırıq 62-ci suala. 2 ilə 5-i cəmləyib 7, 5 ilə 7-ni cəmləyib 12, 7 ilə 12-ni cəmləyib 19, 12 ilə 19-u cəmləyib 31, 19 ilə 31-i cəmləyib 50, 31 ilə 50-ni cəmləyəcək 81. D variantı. Daha sonra baxırıq 63-cü suala. Nə edir burada? 3 ilə 6-nı cəmləyir 9, 1 çıxır. 8, 6 ilə 8-i cəmləyir 14, 1 çıxır 13. Rəqəmləri bir-biri ilə cəmləyir 1 çıxır. 20 ilə 32-ni cəmləyirsən eləyir 52, 1 çıxırsan 51. B variantı. Baxırıq 64-cü suala. 1-ə vurur, 2-yə vurur, 3-ə vurur, 4-ə vuracaq. 18-i 4-ə vurur eləyir 72. Baxırıq 65-ci suala. 34-dən 41-ə necə artıb? 7, daha sonra 5 artıb, öz rəqəmin cəminin üstünə gəlir. 41-in üstünə öz rəqəmin cəmini gəldi, 46. 56-nın üstünə 11 gəlib, 67. İndi 88-in üstünə neçə gələcəksən? 16. Bu da eləyəcək 104. C variantı. Rəqəmin cəmi, rəqəmin hasili. Yeni tipli suallardı, yadınızda qalsın. Yəni, indiyə qədər onlardan işləməmişik, bundan sonra işləyəcəyik burada. 66-ya baxırsınız. Gah azaldı, gah artdı. 2 hissəyə bölürsən. Yuxarıda nə edib? 2-yə bölür, 3-ə bölür, 4-ə bölüb, indi neçəyə böləcək? 5-ə. Onu 5-ə bölürsən, eləyir 2. A variantı. Baxırsınız 67-ci suala. Baxıram ki, burada 16, 26, 18 verib. Bölürəm 2 hissəyə. Görək başımıza nə gəlir? Demək, 2 artdı, 4 artdı, 8 artdı. Yuxarı nə edib? 2-yə vura-vura gedib. Demək, olacaq 46. Baxırsınız 68-ci suala. 2 artdı, 4 artdı, 16 artdı, 32 artdı. Neyinir? 2-yə vurur, 2-yə vurur. İndi neçə artıb? 64. İndi 64-ü 2-yə vurursan, eləyir 128. 135 ilə də 128-i cəmləyirsən, eləyir 263. C variantı. Daha sonra keçirik növbəti suallara. Baxırsınız burada 69-cu sual. Yenə də artı azalma var. Ən rahat yolu 2 hissəyə ayırmaqdır. Ayırdın, 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 ayırdın. Minus 7, minus 7, minus 7, minus 7. Aşağı neyini? Plus 8, plus 8, plus 8, plus 8. Bu da eləyəcək 44. Baxırsan 70-ci suala. Neyinir burada? 2 dənə 21 var. Neyinirəm? 2 hissəyə bölərəm. 1 21-i bir ardıcılıqda saxlayaram. Digərini isə digər ardıcılıqda. 8 artdı. 6 artdı. 4 artdı. İndi neçə artacaq? 2 artacaq. Bu olacaq 33. Birincisi 33 olmayan variantları çıxırsan ki, işin rahatlasın. Aşağı neyinir? Plus 3, plus 6, plus 9. 3 artdı. İndi neçə gələcək? Plus 12. Bu da eləyəcək 48. Bu da olacaq D variantı. Baxırıq 71-ci suala. 35-dən 43-ə nə qədər artıb? 18 artıb, düzdürmü? 43-dən 59-a artdı 16, 24. Nə qədər artdı? 32. Nə qədər artdı? 40. İndi neçə artacaq? Yuxarı 8, 8 artıb. Fikir ver. Hamısı 8, 8 artıb.
55-in üstünə 48 gələndə eləyəcək 203 B variantı. Baxırsan 72-ci suala. Neyinir burada? 1 artdı, 4 artdı, 9, 16, 25, 36. Nələrdir bunlar? Kvadratlar. 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı. İndi olacaq 7-nin kvadratı 149 olacaq cavab. Daha sonra baxırsınız 73-cü suala. Neyinir burada? 1 çıxır. Neyinir burada? 8 çıxır. Neyinir burada? 27 çıxır. Bunlar nələrdir? Kublar. Burada nə qədər çıxdı? 125. İndi nə qədər çıxacaq? 216. Cavab eləyəcək 59. Baxırsınız 74-cü suala. Sual işarəsi hardadır? Qabaqdadır. Demək, arxadan gəlsən daha yaxşıdır. Və 2 rəqəmli ədəddir. Ən birinci ağlıma nə gəlir? Rəqəmin cəmi. 10, 11, 12, 13, 14. Demək, rəqəmin cəmi neçə olmalıdır? 15. Rəqəmin cəmi 15 olan variant olacaq D variantı. Baxırıq 75-ci suala. 9 ilə 14-ün cəmi 23, 14 ilə 23-ün cəmi 37, 23 ilə 37-nin cəmi olacaq 60, D variantı. Daha sonra baxırıq 76-cı suala. 4 artdı, 8 artdı, 12 artdı. Yuxarı necə gedir? 4 artır. İndi neçə artacaq? 16. 37 ilə 16-nın cəmi eləyəcək 53. Baxırıq 77-ci suala. Bu ədədlər necə ədədlərdir? Sadə ədədlər. Sadə ədədlər, uşaqlar, özünə və 1-ə bölünən ədədlərdir. Hamısı özünə və 1-ə bölünür. Fikir verin. 11 özünə 1-ə bölünür. 17, 19, 23, 2, 3 hamısı özünə və 1-ə bölünür. Elə cavab seçməlisən ki, özünə və 1-ə bölünsün. A variantı deyil. 33 3-ə bölünür, 11-ə bölünür, özünə bölünür, 1-ə bölünür. 38 2-ə bölünür, 19-a bölünür, özünə bölünür, 1-ə bölünür. 39 3-ə, 13-ə, özünə 1-ə, 35 5-ə, 7-yə, özünə 1-ə. Yeganə variant Y variantıdır. 37 özünə və 1-ə bölünür ancaq. Baxırsınız 78-ci suala. Nələrdir bunlar? Kvadratlar sadəcə tərs çevirib. 16, 25, 36, 49, 64. İndi neçə olacaq? 81 tərsi də olacaq. 18 A variantı. Daha sonra baxırıq biz burada 70-ci suala. Neyinir burada? Nə qədər artdı? 1 artdı, 4 artdı, 9, 16, 25. İndi neçə artacaq? 36. 36 artanda olacaq C variantı. 80-ə baxırsınız. 11 artır, 13 artır, 8. Neyinir burada? Öz rəqəmin cəmini gəlir üstünə. 77-nin üstünə neçə gələcək? 14. Bu da eləyəcək 91. Baxırsınız 81-ci suala. Burada neyinir? Öz rəqəmin hasilini üstünə gəlir. Bax, biri 7-yə vurur. 7, 17-nin üstünə 7 gəlir, 24. 2-ni 4-ə vurur. 8, 24-ün üstünə 8 gəlir, 32. 62-nin üstünə neçə gələcək? 12. Bu da eləyəcək 74. 82-yə baxırsan, nə qədər artdı? 13. Nə qədər artdı? 17. Öz rəqəmin cəminin üstünə gəldi. Nə qədər artdı? 7. İndi nə qədər artacaq? 11. Bu da eləyəcək 139. Baxırsınız 83-cü suala. 1 artdı, 4 artdı, 9 artdı, 16 artdı, 25 artdı. İndi nə qədər artacaq? 36. 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı. Burada olacaq 7-nin kvadratı, yəni 49. 98 üstə 49 gələndə eləyəcək 147. Baxırıq 84-cü suala. Nə qədər artır? 3 artıb, 6 artıb, 4 artıb, 12 artıb, neyinir? Öz rəqəmin hasilinin üstünə gəlir. 62-nin üstünə 12 gələcək, eləyəcək 74. Baxırsınız 85-ci suala. 11 artdı, 4 artdı, 8 artdı. Öz rəqəmin cəminin üstünə gəlir. Burada neçə artacaq? 10. 73-ün üstünə 10 gələcəksən, 83. Baxırıq 86-cı suala. 3 artdı, 9 artdı, 27 artdı, 81 artdı. Yuxarını bax 3-ə vurur. İndi neçə artacaq? 243. Olacaq cavab 367.
Daha sonra 87-ci suala baxırsınız. 1 artdı, 8 artdı, 27 artdı, 64 artdı. Nələrdir bunlar? Kublar. 1-in kubu, 2-nin kubu, 3-ün kubu, 4-ün kubu. Artacaq 125. Bu da eləyəcək 231 D variantı. Baxırıq 88-ci suala. Bunlar nələrdir? Sadə ədədlər. Sadə ədədlər nədir? Bayaq dedim, özünə və birə bölünən ədədlər. 41, 43, 47, 53, 59, 61, 67. Burada növbəti sadə ədəd hansı olacaq? 71. Özünə və birə bölünür. Daha sonra baxırıq növbəti suallara. Baxırsınız burada 89-cu sual. Neyinir burada? Rəqəmləri cəmləyib üstünə 1 gəlir. Rəqəmləri cəmləyib üstünə 1 gəldi. Demək 42 ilə 69-u cəmləyəcək. Bu da eləyəcək 112 D variantı. Baxırsan 90-cı suala 2 artdı, 10 artdı, 50 artdı, 250 artdı. Yuxarı neyinir? 5-ə vurur. İndi üstə neçə gəlməlisən? 250-ni 5-ə vurursan, üstə gəlirsən 315, eləyir 1565. Daha sonra baxırsınız 91-ci suala. Neyinir burada? 6 çıxır. Neyinir burada? 8 çıxır. Yox, burada yanlışlıq oldu. Demək, burada 6 çıxdı, düzdürmü? Burada 12 çıxdı, düzdürmü? Burada 18 çıxdı, düzdürmü? Burada çıxacaq 24. Yuxarı baxın, hamısı demək 6 artıb. Burada 30 çıxdı, burada da çıxacaq 36. 110-dan da 36-nı çıxanda səndə eləyəcək 74. Baxırsan 92-ci suala 3 ilə 8-i cəmləyib 11, 8 ilə 11-i cəmləyib 19, 19 ilə 30-u cəmləyəcək eləyəcək 49 D variantı. Baxırsınız 93-cü suala 2-nin kubu 8, 3-ün kubu 27, 4-ün kubu 64, 5-in kubu 125, 6-nın kubu olacaq 216, amma 216-nı qabaqda yazırsan olacaq A variantı. 94 nədir? 94-də də kvadratlardır yan-yana yazıb. 1-in kvadratı 1, 2-nin kvadratı 4, 3-ün kvadratı 9. Olacaq 8-in kvadratı 64 A variantı. Baxırıq 95-ci suala. 25 nəyin kvadratıdır? 5-in. 8-i 5-ə vurdu 40. 49 nəyin kvadratıdır? 7-nin. 5-i 7-yə vurdu 35. 36 nəyin kvadratıdır? 6-nın. Demək, burada elə bir ifadə seçməlisən ki, aralarında vur 6 kombinasiyası olsun. Bu da olacaq C variantı. Daha sonra baxırıq 96-cı suala. 7-ni 4-ə vurur, 28, 2 ilə 8-i topladı, 10 ayırdı. 6-nı 5-ə vurdu, 30, 3 ilə 0-ı cəmlədi, 3 ayırdı. 9-u 2-yə vurdu, 18, 1 ilə 8-i cəmlədi, elədi 9. Bu da eləyəcək C variantı. Baxırsınız 97-ci suala. Neyinir burada? 5 gəlib, 2-yə vurub, 4 çıxır. 5 gəlib, 2-yə vurub, 4 çıxır. 5 gəlib, 2-yə vurub, 4 çıxacaq. 70-dən 4 çıxır, eləyir 66. Daha sonra baxırıq. Məsələn, biraz fərqli suallardan baxa bilərik ki, bunlar eyni olmasın ki, siz hamısını yaza biləsiniz. Məsələn, burada fərqli olan suallardan hansılar var? Məsələn, 102-yə baxın. 2-yə vurub, 2 gəlir üstünə. 3-ə vurur, 3 gəlir. 4-ə vurur, 4 gəlir. İndi vuracaq 5-ə. 184-ü də 5-ə vurursan, 2-yə də 8, 5-in 40, 2, 4, 920. Baxırıq, 103-cü suala fərqli sualdır. 9 nəyin kvadratıdır? 3-ün. 10 plus 3, 13 ayırdı. 25 nəyin kvadratıdır? 5-in. 14 plus 5, 19 ayırdı. 49 nəyin kvadratıdır? 7-nin. 33 plus 7 elədi 40 ayırdı. 81 nəyin kvadratıdır? 9-un. 50 plus 9, 59. Bu da olacaq səndə düzgün cavab olacaq 13. Daha sonra baxırıq nəyə? Baxırıq burada 104-cü suala. 5-ə bölür. 5 gəlir, 5-ə vurub, indi də 5 çıxacaq. Bütün riyazi əməlləri istifadə edir. Bölür, toplayır, vurur, çıxır. Burada da olacaq 80. Daha sonra biraz fərqli suallara baxaq ki, bir də məsələn, burada fərqli olan 108-ci sualdır. Burada nə edir? 2 rəqəmli ədədlərdir. Ədədlərin fərqini götürür, yazır.
8. Elə bir 8-dən 0 çıxır 8. 9-dan 2 çıxır 7. 7-dən 1 çıxır 6. 9-dan 4 çıxır 5. 6-dan 2 çıxır 4. 7-dən 4 çıxır 3. 8-dən 6 çıxır 2. 4-dən 3 çıxır 1. İndi rəqəmlərin fərqi nə qədər olmalıdır? 0 olmalıdır. Olacaq Y variantı. Ümidvaram ki, bura qədər bütün tapşırıqları başa düşdünüz. Yəni, bu sadə ardıcıllıqlardır. Ardıcılığı keçirik ikinci növünə. Bu nə deməkdir? Sizə belə bir ardıcılıq verir. Görürsünüz ki, burada sual yoxdur. Ona görə sual yoxdur ki, ardıcılıq zaten var. Bu ardıcılığın içərisində bir dənə rəqəm ardıcılığı pozur. O pozan ədədi tapmalısan. Getdik. 3-ə bölür, 3 gəlir üstünə, 3-ə bölür, 3 gəlir üstünə, 3-ə bölür, 3 gəlir üstünə, 3-ə bölüb, 2 gəlir. Demək, neçə pozub sənin ardıcılığı? 4 pozub. 4-ün yerində olsaydı 5, düzgün ardıcılıq olmuş olardı. Baxırıq 110-a. 18-dən 43-ə artıb, sonra 25-ə azalıb. 2 ardıcılığa böldün. Yuxarı necə gedir? Plus 7, plus 7, plus 7, plus 7. Aşağı necə gedir? Plus 6, plus 6, plus 7. Demək, sənin ardıcılığı nə pozub? 62 pozub. 62-nin yerində əgər 61 olsaydı, ardıcılıq düzgün yazılmış olacaqdı. Baxırsan 111-ci suala. Neynir? 3-ə bölür, 4 gəlir üstünə, ayırır. 3-ə bölür, 6 gəlir üstünə, ayırır. 3-ə bölür, üstünə 4 gəlir, ayırır. 3-ə bölüb, üstünə 4 gəlib. Demək, hansı rəqəm pozub mənim ardıcılığımı? 17 pozub. Daha sonra baxırıq 112-ci suala. 1 ilə 3-ü cəmləyib 4, 3 ilə 4-ü cəmləyib 7, 4 ilə 7-ni cəmləyib 11, 7 ilə 11-i cəmləyib burada 18 olmalıydı. Ona görə neçə mənim ardıcılığımı pozub? 19 pozub. Daha sonra bax, rəqəmin cəmi 9, rəqəmin cəmi 8, rəqəmin cəmi 7, rəqəmin cəmi 6, rəqəmin cəmi 8 verib. Demək, 71 neyinib? Ardıcılığımı pozub. Bunun rəqəmləri cəmi 2, 3, 4. Daha sonra baxırıq burada, məsələn 114-cü suala baxırsınız. Gəl arxadan gedək. 14 artdı, 13 artdı, 12 artdı. Demək, neçə artmalıdır? 11. Burada isə demək, mənim ardıcılığımı neçə pozub? 78 pozub. Burada da baxın 8, 9, burada da 10 olmalıdır. Baxırsınız 115-ci suala. Neyinir burada? Baxıram ki 2-yə vurub 1 çıxır. Sadəcə üstünə 2 gəlir. 2-yə vurub 1 çıxır. Sadəcə üstünə 3 gəlir. 2-yə vurub 1 çıxır. Sadəcə üstünə 2 gələcək. 29-un üstünə 2 gələndə elədi nə qədər? 31. Amma sənə burada 32 yazıb. Demək, sənin ardıcılığı 32 pozur. Daha sonra keçirik növbəti suallara. Yenə eyni qaydada. Neyinir burada? 2-yə vurur. 3 gəlir üstünə. Daha sonra yenə də 3 gəlir. Demək, burada nə eləyə bilərik biz bundan? 2-yə vurub 3 gəlir. Nəsə, ardıcılıq düzgün olmadı. Hə, bu demək, bu əməl deyil. Bax, bir-birinin üzərinə gəlir burada. 3 ilə 6-nı cəmləyir 9. 9 ilə 6-nı cəmləyir, bura 15 eləməlidir. Demək, sənin ardıcılığı 12 pozur. 9 ilə 15-in cəmi 24. 15 ilə 24-ün cəmi 39. Baxırıq 117-ci suala. Neyinir burada? Baxıram, burada 3 gəlir. Daha sonra 2-yə vurur. Daha sonra neyinir? 4 gəlir. Üstünə 7 gəlir. Burada da 7 gəldi. Burada 8 gəldi. Daha sonra burada bu xananın içərisində bu uyğun gəlmir. Neyinəyə bilərəm burada? Ayırsa bir-birinə 8, 7 o da uyğun gəlmədi bir-birinə. Demək 3 gəldi, 4 gəlir. Bu ardıcılıqdır. 3 gəlir. Baxın, sadəcə səlqəli yazaq. 3 gəlir, 4 gəlir. İndi 5 gəlməlidir. Demək, sənin ardıcılığı neçə pozdu? 12 pozdu. Burada da 10 gəlib, 9 gəlib, 8 gəlib, 7 gəlir. Daha sonra baxaq hansına? Məsələn, baxaq burada 120-ci suala. 1-ə vurur, 2-yə vurur, 3-ə vurur, 4-ə vurub, 5-ə vurub, 6-ya vurmalıdır. Burada 1800 yazıb. Demək, 1800 sənin ardıcılığı pozub. Daha sonra
Baxırıq 121-ci suala. Bu artıq ardıcıllığın 3-cü növüdür. Deyir ki, verilən ardıcıllıqdakı qanun tətbiq etməklə 3-cü həddi 9 olan yeni ardıcıllığın 9-cu həddini tapın. Ən birinci nə edirsən? Ən birinci dədə-baba qaydası ilə bunun üstündəki ardıcılığı yazırsan. 2 artdı, 3-ə vurdu. 2 artdı, 3-ə vurdu. 2 artdı, 3'e vurdu. Sonra 3-cü həddi 9 olan yeni ardıcılığın. Elə bil bu 30'un yerine 9 dayanıb. Bir dənə ardıcıllıq başladırsan. Neçəni 3'e vuranda 9 eləyir? 3. Neçənin üstünə 2 gələndə 3 eləyir? 1. Səlimə burada balaca yazım ki yerləşsin. Plus 2 11. 3'e vurur 33. Plus 2 35. 3'e vurur 105. Plus 2 107. 3'e vurur 321. Düzgün cavab olacaq A variantı. Yəni baxın səndən 9-cu həddi soruşur. 1 2 3 4 5 6 7 8 9. Yəni 9-cu həddi yazanda artıq dayanırsan. Baxırsan 122-ci suala. Neyinir burada? 2'ye vurub 3 gəlir üstünə 4 çıxır. 2'ye vurub 3 gəlir üstünə 4 çıxır. 2'ye vurur 3 gəlir üstünə 4 çıxır. Deyir 10-cu həddi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Elə bunun üstünə yaza bilərik. 10-cu həddi 33'dür. Bax, neçədən 4 çıxanda 33 eləyir? 37. Daha sonra neçənin üstünə 3 gələndə 37 eləyir? 34. Neçəni 2'ye vuranda 34 eləyir? 17. Neçədən 4 çıxanda 17 eləyir? 21. Neçənin üstünə 3 gələndə 21 eləyir? 18. Neçəni 2'ye vuranda 18 eləyir? 9. Neçədən 4 çıxanda 9 eləyir? 13. Neçənin üstünə 3 gələndə 13 eləyir? 10. Neçəni 2'ye vuranda 10 eləyir? 5. Biz demək 5-ci həddi soruşur. Bax 10, 9, 8, 7, 6, 5 elə olacaq 18 D variantı. Daha sonra gəlin 123'ü də yazaq. Neyinir burada? 2'ye bölür 6 gəlir üstünə. 2'ye bölür 7 gəlir. 2'ye bölür 8 gəlir. 2'ye bölür 9 gəlir. Birinci həddi 64 olan. Başladıq 64. 2'ye bölürsə 32, üstünə 6 gəlir 38, sonra yenə də 2'ye bölür 19, üstünə 7 gəlir 26, 2'ye bölür 13, üstünə 8 gəlir 21, 2'ye bölür 10,5, üstünə 8 gəlir 18,5. Bura qədər məncə kifayətdir. 7-ci həddi soruşur səndən. 1, 2, 3, 4, 5, 6, 7 olacaq 21. Bir də məsləhətim var ki sizə. Tutaq sən deyirsə ki, məsələn, burada baxaq. 3-cü həddi 9 olan. Sən 3-cü həddi yazdın ha burada. Məsələn, bunu yazdın ha 9. Bunun qabağını da yaz. Bəzən tələbələr 3-cü həddən başlayırlar. Məsələn, sənə soruşur ki, 3-cü həddini verir, səndən 5-ci həddi soruşur. Bax, bu 3-cü həddi yazdığını səhvliklə 1-ci hədd kimi hesablayır. Çünki bunun qabağını yazmıraq, elə bilə 1-ci hədd odur. Orada diqqətli olarsınız. Sonra keçək başqa bir tiplərdən izah edeyim. Baxın 126-cı suala. Bu tipli sualları necə həll edəcəksiniz? Yadınızda qalsın. Rum rəqəmləri sağda yaxud solda verilərkən 99% sətr-sətr baxacaqsınız. 1% suallarda sütun-sütun baxacaqsınız. İndi baxın 8-dən 17-ni necə alıb 2'ye vurub 1 gəlir üstünə, sadəcə üstünə 8 gəlir. 2'ye vurub 1 gəlir üstünə, sadəcə üstünə 8 gəlir. İndi deyir ki, aşağıdakı ardıcılıqlardan hansı həmin qayda əsasında hazırlanıb? Bunun elə bil bacısını seçəcəksən buradan, eynisini. 2'ye vurub 1 gəlib, sadəcə üstünə 8 gəlir. Elə olacaq A variantı. Baxırsınız 127-ci suala. 8-dən 64'ü necə alır? 8'in kvadratı 64, 6'nı 4'e vurdu, 24. 7'nin kvadratı 49, 4'ü 9'a vurdu, 36. Elə bir ardıcılıq seçməlisən ki, bir-birinə vuranda sağda yazılsın, qabaqda da kvadratı. 4'ün kvadratı 16, amma 1'i 6'ya vuranda 32 eləmir. 5'in kvadratı 25, 2'ni 5'e vuranda 15 eləmir. 5'in kvadratı 25, 2'ni 5'e vuranda 10. Bu da eləyəcək D variantı. Baxırsan 128-ci suala. Neyinir burada? 64'dən 40 alır. Öz rəqəmin hasilini çıxır. Və burada 2'ye bölüb. 64'dən 24 çıxır 40. 40'ı 2'ye bölür 20. 28'dən 16 çıxır 12. 12'ni 2'ye bölür eləyir 6. İndi baxırıq cavaba. 2'ni 6'ya vurur 12. 26'dan 12 çıxanda 16 eləmir.
5-i 4-ə vurur 20, 54-dən 20 çıxır 34, 34-ü 2-yə bölür 17. Elə düzgün cavab olacaq B variantı. Daha sonra baxırıq növbəti suala. 129-da 7-dən 17-ni neyinir? 2-yə vurub 3 gəlir üstünə. 17-dən 5-i necə alır? 2 çıxıb 3-ə bölür. 2-yə vurur 3 gəlir, 2 çıxır 3-ə bölür. Bax, A variantı 2-yə vurub 3 gəlmir üstünə. 2-yə vurub 48, 3 gəlir 51, amma 2-yə çıxıb 3-ə böləndə 19 eləmir. 2-yə vurur, bu da ödəmir. Bax, 2-yə vurur, 3 gəlir, 2 çıxır, 3-ə bölür. Eləyəcək ilə D variantı. Baxırıq 3-cü növünə, 4-cü növüdür artıq. Rum rəqəmləri solda verilərsə, yenə dediyim kimi 99% baxacaqsan sətr-sətr, 1% suallarda baxacaqsan sütun-sütun. Neyinir burada? 1 gəlir, 2 gəlir, 3 gəlir, 4 gəlir, 5 gəlir. 1-dən 5-ə qədər plusdur. Aşağıda 5 çıxır, 4 çıxır, 3 çıxır, 2 çıxır, 1 çıxır. 5-dən 1-ə qədər minusdur. Burada 5 gəlir, 4 gəlir, 3 gəlir, 2 gəlir, 1 gəlir. 5-dən 1-ə qədər plusdur. İndi bunları cütləşdiririk. Plus, minus, plusdursa nə olacaq? Minus. 1-dən 5-ə, 5-dən 1-ə, 5-dən 1-ədirsə 1-dən 5-ə qədər olacaq. Yəni, minus 1, minus 2, minus 3, minus 4, minus 5. Və bunu zəhmət olmasa axıra qədər baxın. A variantı uyğun gəlmir, B uyğun gəlmir, C minus 1 plus 2-dir, uyğun gəlmir, D variantı minus 1, minus 2, minus 3, minus 4, minus 5 olacaq D variantı. Baxırsınız 131-ci suala. 3-ə bölür, 3 gəlir, 3-ə bölür, 3 gəlir, 3-ə bölür, 3 gəlir. Böl 3 plus 3. Bura baxırsan. 2-yə vurub 4 çıxır, 2-yə vurub 4 çıxır, 2-yə vurub 4 çıxacaq. Vur 2, çıx 4. Burada 4-ə bölüb 4 çıxır, 4-ə bölüb 4 çıxır. Böl 4, çıx 4. Baxırıq burada. Bölmə, vurma. Bölmə nə olacaq? Vurma olacaq. Toplama, çıxma. Çıxma nə olacaq? Toplama olacaq. Bax, 3 ilə 3 eynidir. 4 ilə də 4 eynidir. 2 ilə 4-ün arasında neçə vahid fərq var? 2 vahid fərq var. Elə cavab tapmalısan ki, demək, vurma ilə toplanılan ədədlər arasında 2 vahid fərq olsun. Baxırıq A variantına. 3-ə vurub 5 gəlir. 3-ə vurub 5 gəlir. 3-ə vurub 5 gəlir. Elə cavab olacaq A variantı. Vurma toplama əməlinə əməl olundu mu? Olundu. 3 ilə 5-in arasında 2 vahid fərq var mı? Bəli, demək olacaq elə A variantı. Baxırıq növbəti suala. Neyinir burada? 2 gəlir, 4 gəlir, 6 gəlir, 8 gəlir, 10 gəlir. 2-dən 10-a qədər plusdur. Burada 10 çıxır, 8 çıxır, 6 çıxır, 4 çıxır, 2 çıxır. 10-dan 2-yə qədər minusdur. Burada 1 çıxır, 3 çıxır, 5 çıxır, 7 çıxır, 9 çıxır. 1-dən 9-a qədər minusdur. Bax, plus, minus. Minusdursa nə olacaq? Plus. 2-dən 10-a, 10-dan 2-yə. 1-dən 9-adırsa 9-dan 1-ə qədər olacaq. Yəni, plus 9, plus 7, plus 5, plus 3, plus 1. Baxırıq cavablara. A deyil, B deyil, C deyil, D deyil. Bax, plus 9, plus 7, plus 5, plus 3, plus 1 olacaq elə Y variantı. Baxırsan 133-cü suala. Minus 3, minus 6, minus 9, minus 12, minus 15. 3-dən 15-ə qədər minusdur. Burada plus 15, plus 12, plus 9, plus 6, plus 3. 15-dən 3-ə qədər plusdur. Burada neyinir? Minus 4, minus 8, minus 12, minus 16, minus 20. 4-dən 20-yə qədər minusdur. Minus, plus, minusca nə olacaq? Plus. 3-dən 15-ə, 15-dən 3-ə. 4-dən 20-yədirsə 20-dən 4-ə qədər olacaq. Yəni, plus 20, plus 16, plus 12, plus 8, plus 4. Böyle bir cevap da burada plus 20, plus 16, plus 12, plus 8, plus 4 olacaq B variantı. Baxırıq 134-cü suala. Minus 1, minus 2, minus 3, minus 4, minus 5.
1-dən 5-ə qədər minusdur. -5, -4, -3, -2, -1. 5-dən 1-ə qədər minusdur. Burada +10, +8, +6, +4, +2. 10-dan 2-yə qədər plusdur. Minus plusdursa plus olacaq. 1-dən 5-ə, 5-dən 1-ə, 10-dan 2-yə-dirsə 2-dən 10-a. Yəni +2, +4, +6, +8, +10. Burada da düzgün cavab olacaq 2, 4, 6, 8, 10 olacaq A variantı. Daha sonra baxırıq 135-ci suala. Neyinir burada? Baxıram ki 3 gəlir, 2-yə vurur. 3 gəlir, 2-yə vurur. Yazıram. +3 vur 2. Aşağıda 2'ye vurup 3 gelir. 2'ye vurur 3 gelir. Yazıram vur 2 plus 3. Burada 3'e vurup 4 çıxır. 3'e vurup 4 çıxır. Vurur 3'e 4 çıxır. Bax, bunlar görsən bir-biri ilə əlaqəlidirlər. İndi bura baxacaqsan. Burada nə edəcək? -4 vur 3 olacaq. Yəni bax bunlar eynidirlər, görürsənmi? Burada da həmçinin. Elə bil iki ardıcılıq necə düzülübsə, o birisilərini də sən onu uyğunlaşdırırsan. Demək, A variantı deyil, B variantı deyil, -4 ilə başlamır, C-də deyil, D-də deyil. Y-yə baxırsan, -4 vur 3, -4 vur 3. Tələbələrin ən sevdiyi ardıcılıq tipi budur. Baxırıq daha sonra sonuncu ardıcılıq tipinə. Bu ardıcılıqları necə həll edəcəyik? Bayaq dedik ki, rum rəqəmləri solda və yaxud da sağda verilərsə, biz ancaq sətir-sətir baxırıq 99%, 1% suallarda sütun-sütun. Amma bu tipli suallarda ki, rum rəqəmləri yuxarıda yazılır, ancaq sütun baxacaqsan. Burada artıq 26 kimi deyil də 2-6 kimi baxırsan buna. Birinci tərəfi 2-yə vurdu, ikinci tərəfi 3-ə böldü. Birinci tərəfi 2-yə vurdu, ikinci tərəfi 3-ə böldü. Birinci tərəfi 2-yə vurdu, ikinci tərəfi 3-ə böldü. Birinci tərəfi 2-yə vurur 6, ikinci tərəfi 3-ə bölür 2 olacaq 62. Baxırıq 137-ci suala. Neyinir? 3 gəlir, 5 çıxır. 3 gəlir, 5 çıxır. 3 gəlir, 5 çıxır. 3 gələcək 9, 5 çıxacaq 4. Olacaq 94. Baxırıq 138-ci suala. Bu 3 gəlir 2-nin qüvvətinə. 2-nin üstü 3, 8. 7-nin üstü 2, 49. 6-nın üstü 3 olacaq 216. Daha sonra baxırıq 139-cu suala. 7 2-dən 18 alır. 7 ilə 2-ni cəmləyir 9, 2-yə vurur 18. 3 ilə 8-i cəmləyir 11, 2-yə vurur 22. 5 ilə 7-ni cəmləyəcək 12, 2-yə vuracaq 24. C variantı. Baxırsan 140-cı suala. Birinci tərəfi 3-ə bölür, vurur, ikinci tərəfi 3-ə bölür. Birinci tərəfi 3-ə vurur, ikinci tərəfi 3-ə bölür. Birinci tərəfi 3-ə vuracaq 9, ikinci tərəfi 3-ə böləcək 2. Bu da eləyəcək Y variantı. Baxırsan 141-ci suala. 8 ilə 6-dan 28 alıb. 8 ilə 6-nı cəmlədi 14, 2-yə vurdu 28. 4 ilə 9-u cəmlədi 13, 2-yə vurdu 26. 8 ilə 9-u cəmləyib 17, 2-yə vuracaq 34. A variantı. Daha sonra baxırıq 142-ci suala. 2 5-dən 17 alır. Necə alır? 2-ni vurur 5-ə 10, 2-nin üstünə 5 gəlir 7. 10-dan 7-nin cəmi 17. 4-ü 6-ya vurur 24. 4 ilə 6-nı cəmləyir 10. 24 ilə 10-un cəmi neçə eləyəcək? 34. Daha sonra baxırıq 143-cü suala. Artıq bu 3 mərhələlidir. Olsun. Neyinir? Birinci tərəf 3-ə bölür 16. 1 ilə 6-nı cəmləyir 7 kvadratı 49. 93-ü 3-ə bölür 31. 3 ilə 1-i cəmləyir 4 kvadratı 16. 69-u 3-ə bölür 23. 2 ilə 3-ü cəmləyir 5 kvadratı 25. 72-ni 3-ə bölür 24. 2 ilə 4-ü cəmləyir 6 kvadratı eləyəcək 36. Bu da eləyəcək A variantı. Baxırıq 144-cü suala. Neyinir burada? Birinci tərəfdə rəqəmləri vurdu bir-birinə yazır bura. Bu isə bunun cəmidir. Bax, 3-ü 4-ə vur 12, 8-ə vur 96, 9 ilə 6-nın cəmi
15. 2-ni 6-ya vur 12. 7-yə vur 84. 8 ilə 4-ün cəmi 12. Burada 3-ü 9-a vurur 12, 27. 2-yə vurur 54. 5 ilə 4-ün cəmi eləyir 9. D variantı. Baxırıq 145-ci suala. 3-dən 5-i alır. Necə alır? 3-ü 2-yə vurub 1 çıxır eləyir 6 çıx 1 5. 8-i 2-yə vurur 16, 1 çıxır 15. 11-i 2-yə vurur 22, 1 çıxır 21. 14-ü 2-yə vurur 28, 1 çıxacaq 27. B variantı. Baxırıq 146-cı suala. Rum rəqəmlərini harda verir? Solda verib. Necə baxacağıq? Hələ ki sətir-sətir. Bax, 3 5 2-dən 16 alır. Necə alır? 3 ilə 5-i cəmləyib 8, 2-yə vurub 16. 1 ilə 3-ü cəmləyib 4, 4-ə vurub 16. İndi burada neçə almalıdır? 24 almalıdır. İlk 2 rəqəmi cəmləyib sonuncu rəqəmi vuranda almalıdır 24. Baxırsınız, burada variantlara A variantı uyğun gəlmir. B variantı uyğun gəlmir. C variantda baxın, 4 ilə 2-ni cəmləyib 6, 4-ə vurur, 24 olacaq C variantı. Baxırıq 147-ci suala. Ümumiyyətlə 4 rəqəmli ədəd gördünüzsə ardıcılıqda, çalışın ortadan bölün bunları. Bax, bölün. Necə alınır? 55-dən 23 çıxır 32, 79-dan 47 çıxır 32, 58-dən 26 çıxır 32. İndi burada cavab neçə olmalıdır? Bir-birindən çıxanda eləməlidir 43. Cavab variantlarını da eləyirəm ki, bəlkə siz cavabı tapa biləsiniz belə. 71-dən 28 çıxır, eləyir elə 43, o da olacaq A variantı. Baxırıq növbəti suala. Rum rəqəmləri solda verilib. Necə baxacam? Sətir-sətir baxacam. 4, 8, 2-dən 16 alıb. Necə alır? 4-ü 8-ə vurur 32, 2-yə bölür 16. 8-i 6-ya vurur 48, 3-ə bölür 16. İndi burada neçə almalıyam? 7. İlk 2 rəqəmini bir-birinə vurub sonuncu rəqəminə bölməliyəm. 8-i 7-yə vurur 56, 8-ə bölür eləyəcək 7. Ardıcılıq dərsimiz bu qədər. Bilirəm ki, video uzun oldu. Mən sizi yordum, amma İnşallah ki, sizə yaxşı bir nəticəsi dəyər bu videonun. İmtahanlara düşür. Elə bir imtahan olmayıb ki, ardıcılıq o imtahana düşməsin. Bu bütün kateqoriyalarda olan imtahanlara aiddir. Adi işə qəbuldan tutmuş dövlət imtahanlarının hər birinə. İnşallah ki, bu videodan çox şey öyrənmiş oldunuz. Növbəti videolarda görüşənədək sağ olun.